Salam aleykum və rəhmətullahi və bərəkatuh. Əziz izləyicilər, artıq Ramazanın 4-cü günündəyik. Bugün mövzumuz çox özəldir. Quran-ı Kərim. Çox vaxt Ramazanı sadəcə oruc ayı kimi tanıyırıq. Lakin unutmamalıyıq ki, Ramazan həm də bir Quran ayıdır. Bu ayın mübarək olması məhz bu ayda ilahi kəlamın yer üzünə enməsi ilə bağlıdır. Gəlin bugün Quranla olan bağımızı yenidən nəzərdən keçirək. Günün ayəsi, Hidayət rəhbəri. Ramazan ayı insanlara bələdçi olan, doğru yolu göstərən və haqqı batildən ayıran açıq-aydın dəlilləri özündə cəmləşdirən Quranın nazil edildiyi aydır. Bəqərə surəsi 185. Açıqlama. Bu ayə bizə Ramazanın şəxsiyyət vəsiqəsini təqdim edir. Allah Teala buyurur ki, Quran bu ayda inmişdir. Quranın məqsədi nədir? İnsanlara bələdçi olmaq. Yəni biz Ramazanda sadəcə acılıq çəkmirik, həm də həyat yolumuzu işıqlandıracaq o böyük rəhbəri, Quranı daha çox oxumalı, başa düşməli və həyatımıza tətbiq etməliyik. Əgər Quranın nuru həyatımızda yoxdursa, Ramazanımız əski qalar. Günün hədisi. Ən xeyirli insan kimdir? Hədis. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurmuşdur. Sizin ən xeyirliniz Quranı öyrənən və onu başqalarına öyrədəndir. Buxari. Açıqlama. Bu hədis bizə ən qısa və ən doğru uğur düsturunu verir. Dünyada bir çox elm, bir çox kitab var, amma heç biri insanı Quran qədər ucalda bilməz. Quranı öyrənmək sadəcə onun hərflərini tanımaq deyil, həm də onun içindəki əxlaqı mənimsəməkdir. Bu Ramazan özünüzə bir söz verin. Mən bu ay hər gün heç olmasa bir ayənin mənasını öyrənəcəyəm. Bax, o zaman siz Allah qatında insanların ən xeyirlisi olmaq yolunda ilk addımınızı atmış olacaqsınız. Günün duası. Qəlbimizin baharı. Gəlin birlikdə dua edək. Allahım, Quranı qəlbimizin baharı, köksümüzün nuru, qəm və kədərimizin çarəsi eylə. Bizi Quranı sadəcə oxuyanlardan deyil, onu yaşayanlardan və onun əxlaqı ilə əxlaqlananlardan eylə. Bu mübarək ayda Quranın nuru ilə evlərimizi, qəlbimizi və həyatımızı işıqlandır. Amin. Əziz dostlar, Quranla aranızdakı bağ necədir? Bu Ramazan bir xətm etməyi planlaşdırırsınızmı? Yoxsa hər gün bir neçə səhifə məal oxumağa üstünlük verirsiniz? Şərhlərdə öz planınızı yazın, bir-birimizə motivasiya olaq. Sabah 5-ci gündə namaz mövzusunda görüşənədək. Videonu bəyənməyi və paylaşmağı unutmayın. Allaha əmanət olun.